Salam dostlar, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi Qazanc Yolu kanalımızda. Bugün yenə trade edirik. Bildiyimiz kimi keçən səfər artıq deməli 2500 səviyyəsinə gəldik, 500 dollar çıxarış elədik və 2000 dollar balansımız var idi. İlk başlayan kimi 700 dollar, 2000 dollar balansdan 700 dollar, bəli, əməliyyata girmişik və ilk əməliyyatımız gözəldir hal-hazırda. Giriş nöqtəmiz gözəldir. Tam nöqtəsində əməliyyata girmişik. Əməliyyatı Fibonacci xəttimizi çəkmişik və yüksəlişdə artıq 0.5 nöqtəsindən 0 nöqtəsinə doğru əməliyyat, daha doğrusu qrafikin getdiyini gördük və trend xəttini çəkdikdən sonra qırılma nöqtəsindən əməliyyata girmişik dostlar və yuxarı yöndə. İzləyək əməliyyatımızın gedişatını. Videoları artıq biraz məsafə qoyaraq paylaşacağım günlər arasında. Çünki digər videoların izlənmədiyini görürəm. Zəhmət olmasa kanala dəstəyiniz üçün videoları həm izləyib, həm bəyənib, həm şərh bildirməyi unutmayın. Kanala abunə olun dostlar. Və bacarırsınızsa əgər videoları paylaşaraq da bizə dəstək ola bilərsiniz. Dəstəyinizi bildirə bilərsiniz dostlar. Bu əməliyyatımızın bağlanmağına 22 saniyə qalıb hal-hazırda və əməliyyatımız çox gözəl bir nöqtədə irəliləyir. Baxaq görək. Deməli, bu əməliyyat plus olduqdan sonra nə qədər olur bizim balansımız? Aha, pluslarımız gəldi. Balansımız 2639 dollar. Tək əməliyyatdan ortalama götürdüyümüz məbləğ 639 dollar civarında bir məbləğdir. 630 dollar civarında bir məbləğdir. Orada yenə 16 dollar civarında bir şey qalmışdı. Deməli, ilk əməliyyatımızı plusla bağladıq. Dostlar, bu arada ekranda gördüyünüz bizim elektron kitabımız idi. Almaq istəyənlər qrafiklər və paternlər haqqında məlumat almaq üçün, oxumaq, öyrənmək üçün videonun açıqlama qismində yer alır və link var. Keçid alıb oradan əldə edə bilərsiniz elektron variantda. Baxaq görək, başqa nə qrafikimiz var. Bu arada sosial media hesablarımızı izləməyi unutmuruq. Digər sosial media hesablarında da bizə dəstək oluruq. Instagramda Qazanc Yolu _ və TikTokda Qazanc Yolu 2 və əlavə olaraq da ki, Telegramda da bizi izləməyi unutmayın dostlar. Orada hər gündəlik olaraq paternlər, qrafiklər haqqında məlumat və digər məlumatlar paylaşılır. Buradan yenidən yuxarı yöndə əməliyyat açırıq. İzləyək əməliyyatımızın gedişatını. 5 dəqiqəlik şamlardayıq. Bəli, 5 dəqiqəlik şamlarda artıq əməliyyatın yuxarı yöndə gedəcəyini düşünmüşük. Yəqin ki, geniş pəncərədə biz baxmışıq, amma videoda düşməyib bu. 1 dəqiqəlik şamlarda isə yuxarı yöndə bir kiçik çiyin baş çiyin formasiyası görə bilirik. Və bu artıq qırılmadan sonra yuxarı yöndə sürətli bir intensiv hərəkətin başlanğıcını götürəcək deyə düşünmüşük. Bunun üçün də yuxarı yöndə əməliyyat girilib dostlar. 240 dollar məbləğində əməliyyatımız var hal-hazırda. Baxaq görək bu əməliyyatımız necə nəticələnir. Hal-hazırki nöqtədən yuxarı yöndə əslində güclü bir şəkildə, intensiv şəkildə şamların gedişatı olmalı idi. Yəni bir patlama ilə yuxarı getməli idi əslində. Burada gözəl bir qırılma yaşanmalı idi. Amma hələ ki şam belə desək ki, həminki o dəstək xəttində, müqavimət xəttində ilişib qalıb. Qırılmağın gözləyirik. Və bu həmin qırılmadırmı izləyək baxaq. Çünki sol tərəfdə fitil də var. Yəni ani olaraq geri çəkib o qırılmanı gerçəkləşdirməyə bilərdi, amma yox. Bəli, həminki qırılma artıq gəldi və əməliyyat yuxarı yöndə hərəkət etməyə başladı. Burada kiçik bir korreksiya var hal-hazırda. Bu korreksiyada yenə yuxarı yöndə hərəkət üçündür. Çünki dəstək nöqtəsinə yenidən
toxunub bundan sonra yuxarı yöndə gedişatı tam uzun müddətli aparacağını düşünürük. Və əməliyyatımızın bitməyində də onsuz az bir vaxt qalıbdır və həmin nəticəni görürük dostlar. Baxaq. Burada internetimiz nədənsə dondu və baxaq. Gözləyirik internetimizin özünə gəlməyini. Dostlar, mən ölkə xaricindəyəm və əslində açığı Türkiyənin internetini çox tərifləyirlər, amma çox zəif internet şəbəkəsi var və həddən artıq çox zəifdir deyə bilərəm. Heç xoş gəlmir mənə, çünki həddən artıq çox donma olur və bəzən görürsən ki, əməliyyatı açırsan, əməliyyat gedir başqa yerdə açılır. Bu donmanın, yəni internetin donmağının səbəbidir. Balansımız 2858 dollar oldu hal-hazırda və keçirik növbəti əməliyyatımıza. Biz hardasa balansı 3000 eləsək yaxşı olar, çünki 500 dollar çıxartdıqdan sonra 2500 dollar balansımız yerdə qalar və bu da gözəl bir məbləğdir. İzləyirik dostlar. Baxaq görək hardan əməliyyat açmışıq. Deməli, nə qədər əməliyyat açsaq yaxşı olur. 20 dollar buradan aşağı yöndə əməliyyat açılır. 40 dollar. Və 7, yəqin ki 8 ədəd. 160 dollar məbləğində aşağı yöndə əməliyyatımız açıldı dostlar. Və yenə internet və yenə internet. Bu internet problemi mənim burada ən çox yaşadığım problemlərdən biridir. Hal-hazırda bunu deyə bilərəm. Buradan yuxarı yöndə əməliyyat açılıb. Bayaqki gedişatın davamını gözləyirik burada. Baxaq görək necə bir nəticə əldə edəcəyik. 15 saniyəlik şamlarda. Bu internetin donmağı səbəbilə şamlar da çox donaraq hərəkət edir və düzgün hərəkət eləmir demək olar ki. Bu hal-hazırda bayaq girdiyimiz nöqtə idi, hansı ki yuxarı yöndə əməliyyata girmişdik. Həmin nöqtənin davamında olan bir qrafikdir və yenə də qrafikin yuxarı gedəcəyini düşündüyümüz üçün burada yuxarı yöndə əməliyyat girmişik dostlar. 2 dəqiqə müddətinə yuxarı yöndə 160 dollarlıq əməliyyat girilib. Ortalama 160 dolların bizə verəcəyi qazanc böyük ehtimal ki 150 dollar civarında bir qazanc olmalıdır. 91% hesablasaq əgər. Və çox gözəl bir yüksəliş yaxaladıq burada və qrafiklərin bu cür görünüşü həddindən artıq xoş gəlir. Ortalama yəqin ki bu əməliyyat bizim üçün istədiyimiz məbləğə bizim çatmağımız deməkdir və bununla da sonlandırırıq. Bugün deyəsən ümumiyyətlə bu videoda minus deyə bir şeyimiz olmadı. Çox gözəl oldu. Yəni dostlar, məni bilirsiniz, mən minusları da paylaşıram, plusları da, amma elə gün olur ki bu cür olur. Yəni əməliyyatı açırsan və sırf minussuz bağlaya bilirsən. Belə günlərdə isə nə etmək lazımdır? Çıxarış edib bazardan çıxmaq. Biz də bugün bunu edirik. Artıq gedirik çıxarışa dostlar. 500 dollar pul çəkirik və çıxarışımızı etdikdən sonra bazardan çıxırıq dostlar. Baxaq, deməli, bəli, 500 dollar çıxarış. Dostlar, əgər öyrənmək istəyən varsa, Telegram kanalına abunə olsun, zəhmət olmasa. Aşağıda kitabımız var, elektron PDF variantda. Onu da alıb öyrənə bilər. Əlavə olaraq sosial media hesablarında bizi izləyirsiniz, izləməyi unutmayın. Kanala abunə olmağı, bildirişləri açmağı, videonu bəyənməyi və şərh bildirməyi də unutma dostum. Hər birinizə bolca uğur və qazanc arzu edirəm. Qazanc yolunda olun, qazanc yolunda olmağa davam edin dostlar. Sağ olun. Gələn videolarda görüşənə dək.